Salam əziz şagirdlər. Deməli bu gün güvən test toplusundan çevrə və dairə bölməsinin 85-dən 110-a qədər testlərin izahını sizə təqdim edəcəm. Dünən 85-ci sualı izah eləyəndə diqqətsizlik eləmişəm və cavab tam alınmayıb. İndi baxdım ki, o cavab tam deyil. O baxımdan da vaxt itirmədikdə 85-ci sualın izahından başlayıb sonradan izahların davam edəcəyik. Deməli nə olacaq? Baxaq da bir dənə. 85 və davamlı izah edəcəyik inşallah. Tərəfləri üçbucaq var uşaqlar. Deyib ki, tərəfləri 85-ci sual. Deməli 5 5-dir. 5 5 6 və bu üçbucağın daxilində seçilmiş çevrənin radisi uşaqlar. Düsturumuz budur ki, S bərabərdir 2S. Düsturumuz belədir ki, A plus B plus C. Bu düsturu yazmışam. Dünən perimetr bölünsün sahə yazmışdım. O baxımdan səhv eləmişəm. Yəni diqqətsizlik eləmişəm. O baxımdan da uşaqlar vaxt itirmədən keçək. S burada Heron düsturundan tapacağam. Heron düsturunu tapmaq üçün birinci yarım perimetr hesablamaq lazımdır. 5 üstə 5 10, 16. 16-nı 5 üstə 5 üstünə də 6 gələndə bölünsün 2 deyəndə eləcə 8. S bərabərdir 8 vurma 8 çıxılsın 5. Yəni Heron düsturunun düsturu budur. P vurma P çıxılsın A, P çıxılsın B, P çıxılsın C. Belə. Heron düsturunun düsturu bu şəkildə olacaq. Deməli, bu da yarım perimetrdir. Hamısında yarım perimetrdir. Olay yazmamışam. Həmişə saxlayın yarım perimetrdir. Bu olacaq onda 8 çıxılsın 5, 8 çıxılsın yenə 5, 8 çıxılsın 6. Bu da olacaq deməli kök altında 8 vurma 8-dən 5 çıxanda 3, yenə də 3, yenə də 2. Bu da olacaq kökü bağlayaq. 8 üçün 16, kök altında 16 vurma 9, 16-dan 4 çıxır, 9-dan da 3 çıxır. Eləyir 12. Deməli, heç nə hamısı var əlimizdə. 2 vurma 12, bir də bunların cəmi. Bunu istəyəcək. Deməli, perimetrdə 16 eləyir də. 5 üstə gəlsin 5, üstə gəlsin 5. Eləyəcək 24 bölünsün 16. Hər tərəfi bölərəm 8-ə, 3 bölünsün 2. Bu da eləyəcək 1,5. Belə. 85-ci sual belə. 87-yə baxaq. 87. Deməli, 87-ci sualda nədir? Deməli, 87-ci sualda. Deməli, bu bucaq B, O, C, bu 50-dir. Bu 50-dirsə bu neçə olacaq? 100 olacaq. 100 olacaq. Çünki daxilə seçilmiş bucaq sökəndə götürsün. Yarısıdır. Bu 100 olmalıdır onda. BAC bucağını sən neçəsib? Heç nə. Bu da olacaq neçə? 80 olacaq. Niyə 80? Çünki 180-dən 100 çıxanda 80 qalacaq. Bu da eyni qayda. Bu sualda inşallah dəstə izah edəcəm. İndi keçək buna. Sual izahına keçək. Deməli, bizə verib. Deyib ki, vətənlər arasında olan kiçik bucaq A, MD 85, CMD isə heç nə. Bu kəskinlər arasında, vətənlər arasında qalan bucağı tapanda, kəskin vətənlər arasında qalan bucağı tapanda, bu X bucağını tapanda, bu qövslə bu qövsü toplayıb 2-yə böləcəm. X-i tapanda 85 plus 65 böləcəm 2-yə. X olacaq 85 ilə 65-i toplayanda eləyəcək 110, yoxsa 150, 2-yə də böləndə 75 olacaq. Asan idi. Keçək 92-yə. Radiusları 5 və 2 olan iki çevrənin mərkəzi arasındakı məsafə 3 cm olsa, bu çevrənin qarşılıqlı vəziyyət münasibətini təyin edin. Deməli, radiusları 5 və 2-dir. Santimetr olan iki çevrənin mərkəzlər arasındakı məsafə 3-dür. Deməli, uşaqlar, 92-də bu. 92-ci suala baxaq. 92-ci sual. Bu, onda belə bir şeydir də. Bir çevrənin içərisində bir dənə çevrə çəkilib.
bir dənə çevrə çəkilib. Bunların arasındakı məsafə, bunların arasındakı məsafə, yəni bunun radiusu əgər 2-dirsə, 2, bunun radiusu ümumi 5-dir. 5-dir. 5-dirsə, bu baxaq bir dənə, radius 5-dir. Deyib çevrələr arasındakı məsafəni tapın. Deyib mərkəzlər arasındakı məsafə. Bunun radiusu 2-dir. Deməli bu da 2-dir. Bu da əgər bunların arasında bu da 1 olacaq da. Bunların arasındakı məsafə 3 olarsa, mərkəzlər arasındakı məsafə o bir arasındakı məsafə 2 plus 1 o dedikcə 3. Belə. Cavab 3 olacaq. Yəni xaricdən yox, daxildən toxunur. Belə olacaq. İndi uşaqlar baxaq bir dənə bu suala da. Heç nə, bu sadə sualdır. Mən biraz narahat edən bu sualı izah deməkdir. Deyib ki, ABD 50-dir. Biz alfa bucağı soruşuruq. Hasandır uşaqlar. Bunlar eyni qövsə söykənməyib. Bu 50-dirsə, bu da eyni qövsə söykənib axı. AD qövsünə söykənib. Deməli, bu da 50 olacaq. Çox sadə sualdır, amma biraz ilişib qalıb deyə o baxımdan çətinlik yaşadıq. İndi davamına keçək. Bu asan uşaqlar. Toxunanın kvadratı bərabərdir. Toxunanın kvadratı bərabərdir. Təbii ki. Yəni, neçən sualdır bu? 96-cı sualdır. Toxunanın kvadratı AB-nin kvadratı 6-nın kvadratı bərabərdir. Çevrənin çölündə olan hissə 3 fırma, ümumi hissə. Ümumi hissə nədir? 3 plus x. X plus 3. İndi paylı mexanizmini tətbiq edəcəm. 3x plus 9 bərabərdir 36-ya. 3x 36-dan 9 çıxanda 27x tapanda 27-ni 3-ə böləndə 9 alınacaq. X bizdən soruşub. CD olacaq 9. Gəlin baxaq 97-ci suala. AC toxunanın BC vətəri çəkilmişdir. BC qövsü bu 100-dür. Bu 100 uşaqlar bu bucaq nə qədərdir? Onun əyası olacaq həmişə 50 olacaq. Bir də deyib toxunan və vətər arasında qalan böyük bucağı tapın. Toxunan və vətər arasında qalan böyük bucaq bu bucaqdır. 180 daxı açıq bucaqdır. Bu eləcə 130. Belə. Buna baxaq uşaqlar. Deyib BMD bu 50-dir. 50-dir. Ondan sonra bu 110-dur. 110-dur. Bizdən bu CAY bu bucağı istəyib. Bunu tapanda x desəm 110 çıxılsın 50 bölünsün 2-yə. 110-dan 50 çıxanda olacaq 60, 2-yə də böləndə 30 olacaq. Cavab A bəndi. Deyib ki, çevrə xaricdən nöqtəyə qədər məsafə bu toxunanlar arasında qalan bucaq söhbəti var burada çox güman. İndi bunu sola baxaq. Deməli, çevrənin xaricində olan nöqtə. İndi baxaq bir dənə uşaqlar. Deməli, çevrənin xaricində olan nöqtənin çevrə qədər məsafə. Bu çevrədir uşaqlar. Neçən sualdır bu? Deməli, olacaq 99-cu sual. 99-cu sual. Çevrənin xaricindən bu çevrədir. Xaricində olan nöqtə, bu məsafə. Deməli, bu 8 yoxsa 4-dür. Bu nöqtənin çevrə qədər məsafə 4 olarsa, bir də həmin nöqtədən çevrə toxunan. Toxunan budur. Bu 8-dir. Buna mən R desəm, bu da R olacaq, bu da R olacaq. Biz də bildiyimiz kimi toxunana çəkilmiş radius həmişə perimetrlərdir. Deməli, R-in kvadratı plus 8-in kvadratı, katitlərin kvadratlarının cəmi, hipotenuzun ümumi. Hipotenuz R plus 4-ün kvadratı, yəni R plus 4-ün kənardan kvadratı. Olacaq R-in kvadratı plus 64 bərabərdir R-in kvadratı plus 8R plus 16. R kvadrat hər tərəfini izah elədim. Deməli, 8R 64-dən 16 çıxanda 48, R də bərabərdir 48-i 8-ə böləndə 6 alınacaq. R 6 alındı. Belə. İnşallah. Davamına baxaq. 100-ə qədər demək olar ki, sualların izahını dedim. Qaldı. Deməli,
100-cü sualda izahını deyək. O məşəlli seviyyədə DOC 45 dərəcədir və ADC 115 dərəcədir. Deməli, DOC bu 45 dərəcədir. 45, ADC isə bu ümumi 115-dir. Bu 115. 45 dərəcə, bu da 45-dir axı. 45-dir, 115-dir, 45 çıxsan bu 70 olacaq. Bizdən ABD bucağın, bu bucağın sip. Bu 70-dirsə, bunun yarısı nə qədərdirsə 35. Heç bir çətinlik yoxdur uşaqlar. Biraz düşünmək lazımdır. Yəni düşündükcə yavaş-yavaş baxsan ki, yəni sənin üçün asan gələcək. İnşallah uşaqlar davamını da növbəti videolarda, çünki bu videolar çox çəkməliyim deyə. Növbəti videolarda inşallah gələcək. Xahiş edirəm. Diqqətli baxın. Sualların hamısına baxın. 110 sual vermişim sizə səhvimizə. 110-a qədər. Opsiyalarını yəni işləməyə çalışın ki, heç bir çətinliyiniz olmayacaq. Yəni biraz amma baş sındırmaq lazımdır. Sağ olun.